Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bu günləri biz iki saitin, iki və də artıq saitlərin artıq birləşmələrindən keçmişik. Keçən dərsimizdə biz ifadə etdik ki, əlif və əlifbadan sonra gələn saitlər və saitlərin ikisinin birləşməsi hansı səsləri verir? Bu gün isə biz dərsimizin başlığı olaraq da samit birləşmələri haqqında danışacağıq. Hansı sait, harda, hansı səsi verir? Nələrin arasında, nədən sonra və yaxud da sonda mı, öndə mi fərq etmir. Gəlin başlayaq. Deməli, bu günləri birinci hərfimiz olacaq C-H, yəni bizim şeylərlə deyirəm hələ alışdırmaq üçün. C-H. C-H-nın 3 dənə versiyası var bizdə. C-H əgər sözün əvvəlində gəlirsə və özündən sonra sait gəlirsə, Ç səsini verir. Chair. Amerikalılar deyir chair, amma Britaniyalılar deyir chair. Chair. R onlarla, bizim işimiz burada R-da deyil, amma əsas budur. Tələffüz şeylərindən gelir burada təbii ki də. Chair. O chair kimi səslənir. İkincisi, sözün əvvəlində S ilə birləşərsə, S-dan sonra gəlir. Burada artıq K kimi tələffüz olunur. Cool. Keçən dərsimizdə dediyimiz kimi 2-10'un birləşməsi U səsini verir, uzun U. Amma sözün bu hissəsində school, məktəb mənası verir. İki sait arasında gələrsə, sözün ortasında və iki sait arasında gələrsə, Ş səsini verir. İstifadə etdiyimiz maşın sözü elə həmin oradan gəlir. Machine. Machine. Burada da i səsi verir. Düzdür, amma yenə də biz qalırıq şıya. Machine. Və təbii ki də bu e-nin i-yə olan təsiri və ya digər məsələləri inşallah gələn dərslərdə də izah edəcəm. Keçirik Ş səsi ingilislərdə necə çıxarılır? Ş səsinin CH, S-H-nın birləşməsindən də istifadə olunur. She, Ş-dan. She. Yəni bildiğimiz Ş-i, she. Sadəcə biraz sonda bu E səsi uzadılır. Keçirik TH, T-H-ya. T-H-da 2 dənə var, səs 2 dənə istifadə olunur. Biri bizim bildiyimiz zis deyilir, amma zis deyil əslində qalsa. Z-dır bu, pəltə Z ərəblərdə, İspan dilində, sonra başqa bəzi dillərdə də istifadə olunan, Yunan dilində də bəli istifadə olunur. This, Z pəltəliyi var. Pəltəliyə dili öyrəşdirmək lazımdır ki, daha doğru, daha belə orijinal səs çıxardıla bilsin. Yoxsa this is a book. This is, ingilislər this is demir. Yəni normal olaraq, yəni sırf ola bilər ki, hər hansı bir aksentdə bir dəyişiklik olsa, amma biz yenə də istifadə etdik z. İndi bəzi yerlərdə artıq bu sadələşdirilir. This. Bu pəltəy Z-nın işarəsidir. Transkripsiyalarda yazılanda görürsəz əgər və yaxud da ki, elə qayda qanunlarla istifadə etdikdə artıq heç birinə ehtiyac olmayacaq təbii ki də. This. İkinci T-H özünə sonra yenə də i gətirir, saitlə gəlir. Amma burada S yox, S. Əvvəlki Z-dır, ikincisi də S-dır. Amma hər ikisi də nədir? Pəltək istifadə olunur. Think. I am thinking. What do you think? Think düşünmək deməkdir. Think. Think də deyil, think də deyil. Think. F. Yəni çox sadə bir şeydir pəltəkləşdirmək dili. Dillə dil iki dişin arasında qalır. Think. This. Biri səssizdir, biri səssizdir. F daha səssiz çıxır. V daha this is, the. Səs açılır. Amma think. Boğulur. Keçək
PH bizim en çok istifadə etdiyimiz sözdə bu gəlir. Telefon. Telefon sözünün əsli teləni yazırıq, tele öz olduğu kimidir, amma ondan sonra gələn şey PHON. One telefon. Burada one kimi istifadə olunur, amma F PH-dən düzəlir, PH-dan düzəlir. This is my phone. Benim telefonumdur. Bizim bildiğimiz cip telefonlarına onlar fon da deyirlər. Və yaxud da ki, deyə bilərsən ki, smartphone. Yəni ağıllı bizim dildən desə, ağıllı telefon, ağıllı cihaz. Phone. Phone. On. Yenə də səssizdədir, amma F olaraq PH. Bir çox yerlərdə görə bilərsiniz. Filippində də PH yazılır. Phonics. Phonics gedir. Amma əslində qalsa Phonics. Tələffuzda F-dir. Sonra keçirik GH. Çox biraz abartılı mövzuları olan hissədir. GH-nın 3 versiyası var. Ya F kimi istifadə olunur, ya səssizə düşür və ya da ki, G kimi istifadə olunur. Misal olaraq getirsək, laugh, gülmək, to laugh, laugh. U sakitdir, bundan işimiz yoxdur. L-A-F, laugh. Why are you laughing? Nəyə gülürsən? Niyə gülürsən? Belə də. Why deyəndə niyə? Why are you laughing? Sən nəyə gülürsən? F. İkincisi səssiz. Night. Biz sait dərsini keçəndə də i-dən həmin orada bəhs eləmişdik. 8 mənasını verən, yox, 8-dir o. 8-də də, night-da da. İkisində də nədir? Bu gecə deməkdir, night. Night sözü gecə mənasını bildirir, amma GH burada yenə də səssizə düşür. T istifadə olunur. T. Bu yoxmuş kimi. Elə bir yoxdur. Və ən sonuncusu G səsini verən. Ghost. Go. Bunun səsi O-dur burada. O deyil. O yox. Ghostdur. Ghost. Ghost. Ghost ruhlara deyilir, yəni kontentdən də kontentə dəyişir, yəni mövzudan da dəyişə bilər ki, sən orada bunu ruh kimi də deyə bilərsən, soul dərsdən qalsın, bu hayalət ruhlar mənasında və yaxud da ki, bu qorxunc, bədheybət şey kimi ən çox o mənalarda istifadə olunur. Ghost, ghost. Sonra keçirik NG. Ng-ya. NG burada song, bunu başqası da, bunu o da eləsəz, bu indi, sing, amma var song. Da demirsən ki, song, yox, song, song. Burunda, burun səsi var burada. Burada həmin o ng-nın birləşməsindən çıxan transkripsiyalarda, zadlarda yazılan, dediyim kimi, bu hissələrdə olan hissələrdə elə burada da ng-da istifadə olunur. Sing, sing, song. Buraya yaza bilərəm. Song, 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 burunda. Yəni tam şəffaf formada istifadə olunur. Song demirsən. This is my song. Yox. Song, song biraz burunda kanma olur, ondan sonra açılır kimi. Və sonuncusu, bu hissənin sonuncusu ki and you, G-U. Queen-də, quick-də, quickly-də bir çox sözləri gətirmək olar ki, K-yanın, K-unun birləşməsi istifadə olunur. Q. Demirsən KV və yaxud da QI, yox. Q demirsən. Q. Bu K, V, Q. Quickly. Queen.
Kraliçə, quick, sürət, yəni sürətli mənasında. Quickly, o faster də istifadə olunur, amma o başqa bir mövzudur. Quick, quiet. Could you be quiet? Quiet, sakit. Quick, quickly, queen. İnşallah ki, ümid edirəm dərsimiz sizin üçün mənalı və əsas olar inşallah və mənim də bunlara əsasən keçməyimdə məqsəd birbaşa olaraq level atlanmağın heç bir mənası yoxdur. Ən əsası çalışın ki, hər şeyi, binanı möhkəm qoyasınız ki, zəlzələ zamanında tab gətirə bilsin. Follow for more.